Salam, xoş gördük, hörmətli izləyicilər. Hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində Nazim marketdən 250-300 metr məsafədə 2 sot yarımın içərisində 4 otaqlı ev satışa çıxarıldı 93 min manata. Yüksək keyfiyyətlə tikilmiş evdir, mərkəzi kanalizasiyası da var, hətta trapını da göstərirəm. Bax, trapı da göstərir. Bu da darvazasıdır evin. Ümumi çöl görünüşündə bir dənə baxın. Qəşəng qalın darvazası da var. Ev özü də qəşəng böyük iri evdir. Bax, görürsünüz. Bax, belə səliqə-səhman evli trapını göstərin. Belə bir trapı var. Burada xüsusi balaca bir ağac əkməyə yer saxlanılıb. Burada da hasar qırağı güllər əkilmək üçün yer saxlanılıb. Evimizin bu tərəfində də ara məsafəsi var. Arxasında da biraz məsafə var. Burada da var məsafə. Buranı amma bağlayıblar, hörüblər. Yəni, heç biri hasara oturmayıb, onu demək istəyirəm. Bax, buradan da giririk qaraca. Yəni, aşağısıdır. Bax, hündürlüyünə baxın, əlimi uzadıram, hündürlüyə baxın. Beton rigellərlə tökülüb, bax. Beton rigel atılıb. Atmaların sıxlığını bir dənə istəyirəm, göstərəm, bax. Yəni, o yuxarıda durub yerlənəndə pol yerlənir. Yəni, o evlərdən 4-3 çox sıx-sıx atmalar atılıb. Hətta bura qədər kolonlarına baxın. Bax, bir kolon buradadır, axıra qədər. Bir kolon buradadır. Bütün kolonlardır, baxın. Ona görə deyirəm ki, çox yüksək keyfiyyətlə tikilib. Mütləq gəlin bu evə baxın. 93 mindən də narahat olmayın. Hə, bir də onu deməsəm, sənədi paket kupçadır. Paket kupça hazırdır əlində. Elə gələr-gəlməz qeydiyyata düşəcəksiniz. Bax, belə. Gör, nə boyda yerdir. Yeri də beton styaşqa olunub. Gələcəkdə də nə istəsiniz, bunu dəyişə bilərsiniz. İstəsiniz, nə bilim, qarac eləyərsiniz, istəsiniz, yay mətbəx eləyərsiniz. İndi gəlin evə baxaq. Hörmətli izləyicilər, bu da həmən evimizin koridor hissəsidir. Pilləkəni də zəhmət olmasa göstərək. Bax, bütün evimizin özü və hasar, hamısı tarsovka emulsiyadır. Bax, buradan daxil olduq evimizin içərisinə, belə bir böyük koridordur. Gəlin, birinci gəlin mətbəxə baxaq. Bax, belə bir mətbəxdir. Yəqin ki, 5 metrin 3 metrədir. Çox uzun mətbəxdir, baxın. Hə, 5 metrin 3 yarıma da olar bəlkə. Bu pəncərədən də baxırsınız həyətinə. Bax, belə, buradan həyəti də göstərək. Bir də təkrar. Hə? Hə, qoşa daşdır, o heç divarın qalınlığından görsənir. Bax, belə, bu qonaq otağı, mətbəxidir, düz üstə, bu mətbəxidir. Buradan da gələk qonaq otağına. Hələ qonaq otağının böyüklüyünə baxın. Gör, nə boyda qonaq otağı var, zalı. Olar, 6'nın 4'ü olar. TV stentin də yerini göstərək. Bax, belə qəşəng TV stentin yeri var. Görürsünüz, xüsusi ayrıblar. Bax, belə. Bu qonaq otağıdır, mətbəxi də göstərmişəm. Yataq otaqlarına baxaq. Məsələn, bax, burada bir yataq otağı var. Baxın, kvadratın böyüklüyünə baxın. Hamısı iri-iri otaqlardır. 93 min manatdan da ev sahibi özü endirim edəcək. Saray qəsəbəsində Nazim marketin 250-300 metr məsafəliyində. Bu növbəti bir otaq, 4 otaqlı evdir. Ha, böyük kvadratlı evdir. Bu da növbəti bir otaq. Bax, belə. Ümumilikdə 4 otaqlı evdir. Böyük yüksək keyfiyyətlə tikilmiş kolonların üstündə tikilmiş, qoşa daşla tikilmiş evdir. Bu da sanitar qovşağıdır. Bax, bu da sanitar qovşağıdır. Bax, belə, bir də izah edirəm. Deməli, Saray qəsəbəsində, oradan zəmanımızda ki, Saray qəsəbəsində Nazim marketin 250-300 metrlik məsafəsində 4 otaqlı evdir, kürsülü, 15 daş kürsülü. Əlimi qaldırdım, əlim dəymədi patolaka. 15 daş kürsülü evdir, kupçalı evdir, kanalizasiyası mərkəzidir. Qaz, su, işıq sayğacları var, çünki bu kupçalı evdir. Qiymətində də mütləq ev sahibi özü endirim edəcək. Yaxşı yerdədir, marşruta yaxındır, təzə də avtovağzalar marşrutası da belə onun da 250 metrlik məsafəsindən keçir. Allah ondan da satan da xeyir versin, sağ olun.